etdi. Çay içmə ənənəsinin yayılması dövrün rəfahına, nüfus patlamasına dəstək oldu. Güclü antiseptik xüsusiyyətləri səbəbilə hazırlandığında suyun kifayət qədər qaynadılması belə onun o daha öncəki içkilər olan düyü və ya darı pivəsi kimi daha öncəki içkilərdən, əvvəlki içkilərdən daha güvənlidir və müasir araşdırmalar çaydakı o tərkibdə o tanin asidinin kolera, tifo, dizenteriyaya səbəb olan o bakteriyaları öldürə bildiyini göstərdi. Çay qurudulmuş yarpaqları istifadə edərək asan və tez hazırlana bilirdi. Həm də pivə kimi xarab olmurdu. Bunun üçün də daha çox avantajlıydı həm də. Və su ilə yoluxan xəstəlikləri, uşaq ölümlərini azaldar və ömrü uzadan təsirli və güvənli bir su arıtma texnologiyası idi. Və çayın bir iqtisadi təsiri də vardı əlbəttə ki. 7-ci əsrdə Çinin çay ticarətinin həcmi, dəyəri artınca böyük miqdarda pul daşımaq məcburiyyətində qalan Fujianlı tacirlər yeni bir icada başlayırlar. İcadın öncülüyünü edirlər daha doğrusu. Bu da kağız pulun istifadəsinə öncülük etmiş olmalarıdır və çayın elə özü də gəlib biçimində, məndə var şəklini çəkərəm burada, sizinlə paylaşaram elə videosunu və Çin çaylarım var, onları yerləşdirərəm bura rəsmlərini. Deməli, özü də gəlib biçimində bir pul olaraq istifadəyə girildi. Məqsədi əslində çox uyğun idi. Demək, yüngülüdür, lazım olduğunda istifadə edilə bilirdi. Əlbəttə, az yer tutula bilən bir dəyər ambarı idi. Və kağız pulun, düşünün ki, imperatorluqdan uzaqlaşdıqca kağız pulun dəyəri əlbəttə ki, itirir. Amma imperatorluqdan uzaqlaşdıqca çayın dəyəri tam tərsinə artırdır və bu da əlbəttə ki, avantajlı idi. Gəlib çay hətta Orta Asiyanın bəzi qismlərində, kəsimlərində müasir zamana qədər də pul olaraq işlənirdi. 780-ci ildə